Salam, bugünkü mövzumuz Amerika Birləşmiş Ştatları 19-cu əsr və 20-ci əsrin əvvəllərində mövzusudur. Bu mövzunu həm 9-cu sinif ümumi tarix, həm 11-ci sinif ümumi tarix dərsliyi üzərindən izah etməyə çalışacağam. Baxaq, Şimali Amerika, yəni Amerika Birləşmiş Ştatları daha doğrusu yarandığı vaxtdan etibarən hakimiyyətin əsas diqqəti onun ərazi bütövlüyünün qorunub saxlanılmasına və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə yönəlmişdi. Buna görə də Avropa dövlətlərindən normal münasibətlər saxlamağa xüsusi önəm verirdi. Avropa dövlətlərində dövlətlər arasında baş verən müharibələrdən kənar qalması, baxın, müharibələrdən kənar qalması ABŞ-nin iqtisadi siyasi inkişafını təmin edirdi. Həmçinin qitədə rəqibinin olmaması da onun ərazisini genişləndirməyinə şərait yaradırdı. Və hərbi xərclərin azlığı, faydalı qazıntıların zənginliyi, münbit torpaqların mövcudluğu da ABŞ-nin inkişafını şərtləndirən əsas amillər idi. Bu isə Avropada mühacir axınının artmasına səbəb olurdu. Və yenidən yığcamlaşdıraq, ABŞ-nin iqtisadi inkişafını təmin edən əsas amillər nələr oldu? Hərbi xərclərin az olması, faydalı qazıntıların zəngin olması, münbit torpaqların çox olması və Avropa dövlətlərindən münasibətlərin normal olması və orada baş verən müharibələrdən kənar qalması onun inkişafını şərtləndirən əsas amillərdən idi. Şəkildə Raşmor dağında təsviri olan ABŞ prezidentlərini görürsünüz. Bunlar Abraham Lincoln, Theodore Roosevelt, George Washington və Thomas Jeffersondur. 19-cu yüzilliyin əvvəllərində Avropada gedən müharibələr dövlətlərarası münasibətlərə ciddi şəkildə təsir göstərir. Belə ki, ABŞ-nin Avropa ölkələrinə, xüsusilə Fransaya ərzaq daşıyan ticarət gəmiləri Böyük Britaniya donanması tərəfindən müsadirə olunur və hər iki dövlət arasında münasibətlər gərginləşir. Və Böyük Britaniya Fransa ilə müharibə aparmasına istifadə edən ABŞ istəyirdi ki, Kanadanı işğal etsin. Britaniya isə öz növbəsində istəyirdi Amerikadakı keçmiş müstəmləkələrini geri qaytarsın. Ona görə də bu ziddiyyətlər iki dövlət arasında müharibəyə səbəb olur. Tarixdə ikinci İstiqlaliyyət müharibəsi də adlandırılan 1812 və 1814-cü illəri əhatə edən bu müharibə ABŞ-nin qoşunlarının Kanadaya daxil olmasından başlayır və 1814-cü ildə Belçikada Gent müqaviləsinin imzalanmasından başa çatır. Müharibədən əvvəlki sərhədlər bərpa olunur bu müqaviləyə görə və ABŞ Kanadaya olan iddiasından əl çəkir. Böyük Britaniya isə ABŞ-yə öz müstəmləkəsi kimi baxmaqdan əl çəkir bu müqaviləyə görə. Fransada baş verən inqilab nəticəsində Avropa dövlətləri Fransaya qarşı koalisiya yaradırlar. Müharibə aparırlar Fransa ilə. Fransa isə öz növbəsində gözləyir ki, bəs mən Amerika Birləşmiş Ştatlarına kömək etmişəm. Birinci İstiqlaliyyət müharibəsində İngiltərəyə qalib gəlməyində köməyim olubdu. İndi də bu koalisiya müharibələrine qalib gələ bilmək üçün Avropa dövlətlərinə ABŞ mənə kömək edəcək. Lakin gözlədiyi dəstəyi ala bilmir. ABŞ-dən dəstək gözləyirdi, amma bu dəstəyi ala bilmədi keçmiş müttəfiqindən. Və bu mənbədə biz 1812-14-cü illər ərzində baş vermiş ikinci İstiqlaliyyət müharibəsi adlanmış müharibədə ABŞ-nin Baltimore yaşayış məntəqəsində Fort McHenry üzərində dalğalanan bayrağı görürük ki, bu da parçalanmış bir vəziyyətdədir və görkəmli şairdə Francis Scott ki, ulduzları səpələnmiş bayraqdan təsirlənib, misralar yazır və bu misralar da sonradan ABŞ-nin himninə çevrilir. Bunun haqqında qeyd olunub. Qısaca baxaq xəritəyə. Xəritədə iki şan rəngində verilmiş ərazilər 1783-cü il
müqaviləsi, Versal müqaviləsinin şərtlərinə görə ABŞ-nin ərazisi olaraq tanınan ərazilərdir, ştatlardır və daha sonra yaşıl rəngdə verilmiş ərazi 1803-cü ildə Luiziana ştatıdır ki, Fransadan satın alınmışdı və narıncı rəngdə verilmiş ərazi 1845-ci ildə Texas Respublikasının ərazisidir. Baxın, bu ərazi Texas Respublikasının və 1846-cı ildə isə birləşdirilmiş ərazi Böyük Britaniya ilə bağlanmış müqaviləyə görə alınmış ərazi Washington, Oregon və Idaho əraziləri və 1848-ci Meksika ilə müharibə nəticəsində birləşdirilən ərazi isə bənövşə rəngdə verilmiş ərazidir. Və bir də 1867-ci ildə Rusiyadan satın almış Alyaska ştatını görürsünüz xəritənin bir küncündə və Havay adaları da 1898-ci ildə Havay Respublikası ilhaq olunmuşdu ABŞ tərəfindən. Və Fransa ilə münasibətlər nə yerdə qaldı? Fransa dəstək gözləyirdi ABŞ-dən, lakin ABŞ-nin bu müharibədə bitərəf qaldığını elan etməsi və İngiltərə ilə ticarət əlaqələrini bərpa etmək üçün atdığı addımlar Fransanın kəskin narazılığına səbəb olmuşdu. Və Napoleon Bonaparte Fransada hakimiyyətə gəldikdən sonra əsas diqqətini yönəldir Avropaya və ABŞ ilə münasibətləri buna görə də qaydaya salır. Amma bir müddət sonra yenidən münasibətlər korlanır. Niyə? Çünki Fransa İspaniyadan Luiziana ştatını almışdı, Luiziana ərazisini. ABŞ də bundan narahat idi. Çünki zəif olan İspaniyanın yerinə güclü bir Fransa ilə qonşu olmağı istəmirdi və Napoleon Avropada apardığı müharibələr böyük vəsait tələb etdiyinə görə Luiziananı ABŞ-yə satır və bununla da onun arasında pozulmuş münasibətlər qaydaya salınır. Yeri gəlmişkən 1803-cü ildə Fransa Luiziananı ABŞ-yə satır. 1867-ci ildə Rusiya Alyaskanı ABŞ-yə satır və 19-cu əsr Fransa və Rusiya tarixinin oxşar dəhəri kimi verilə bilər bu hadisə. Və prezident seçkilərində qalib gələn Thomas Jefferson ABŞ-nin 3-cü prezidenti olmuşdu, birinci dövlət katibi olmuşdu və birinci prezident George Washington idi, ikinci prezident John Adams olmuşdu və üçüncü prezident də Thomas Jefferson olmuşdu. 1801 və 1809-cu illərdə hakimiyyətdə olmuşdu. Onun dövründə bütün siyasi qüvvələri əməkdaşlığa çağırır. Prezident nazirləri təyin edərkən bacarıqları ilə yanaşı onların regional mənsubluğuna da diqqət yetirir və ştatlar arasında birliyi gücləndirməyə çalışırdı George Washington. George Washington yeri gəlmişkən İstiqlaliyyət bəyannaməsinin əsas müəlliflərindən biri olmuşdu və Benjamin Franklindən sonra da Fransada səfir vəzifəsində çalışmışdı. Onun dövründə Luiziananı dinc yolla ABŞ-yə birləşdirməsi onun nüfuzunu xeyli artırır və bundan istifadə edən prezident bir sıra tədbirlər görür dövləti möhkəmləndirmək üçün. Neynədir? Seçki senzini ləğv eləyir. Yəni bu əmlak senzi idi. Əmlak senzi nə deməkdir ümumiyyətlə? Yəni seçki hüququna sahib ola bilmək üçün müəyyən bir əmlakın olmalıdır deməkdir bu. Yəni bunu ləğv elədi. Həmçinin vətəndaşların sosial vəziyyətindən bağlı mütərəqqi addımlar atılır, qərbə doğru məskunlaşmağa icazə verilir. Köləliyi ləğv etmək istəsə də, amma bu cənub ştatlarının etirazı ucbatından baş tutmur, onların kəskin narazılığına səbəb olur. Ona görə də ölkəyə yeni kölələrin gətirilməsini qadağan eləyir. Bununla yəni münasibəti qaydasına salmağa çalışır. Və Napoleonun apardığı müharibələr ABŞ-nin ticarət donanmasının Avropa limanlarında hərəkət etməsinə mane olurdu. Bundan istifadə edən İngiltərə hərbi donanması da ABŞ-nin ticarət gəmilərini müsadirə etməkdən çəkinmir və ABŞ-nin müharibə edən ölkələrə ərzaq göndərməsi İngiltərə münasibətləri daha da gərginləşdirir. İngiltərənin müharibə vəziyyətindən istifadə edən ABŞ istəyirdi ki, Kanadanı işğal etsin. İngiltərə də istəyirdi keçmiş müstəmləkəsini geri qaytarsın və birinci müharibənin əvəzini çıxsın.
və 1812-ci ildə Kanadanın ABŞ-nin Kanadaya ordu yeritməsindən, qoşun yeritməsindən müharibə başlayır. Böyük Britaniya Fransanın Avropadakı məğlubiyyətindən sonra bütün qüvvələrini ABŞ-yə qarşı yönəldir və tam miqyaslı dəniz blokadası. Bax, bu dəniz blokadası sözünü yadınızda saxlayın. ABŞ-nin iqtisadiyyatına zərbə endirir və Vaşinqtonu ələ keçirilməsindən sonra da Amerikalılar yenidən öz istiqlaliyyətlərini qorumaq üçün mərkəzə soxulan İngilis qoşunlarını məğlub edirlər və 1814-cü ildə tərəflər arasında Gent müqaviləsi imzalanır. Gent Belçikada yer alır. Gent müqaviləsinin nəticəsinə görə, müqaviləyə görə müharibədən əvvəlki vəziyyət bərpa olunur. ABŞ Kanadaya olan iddialarından və İngiltərədə ABŞ-yə öz müstəmləkəsi kimi baxmaqdan əl çəkir. 1823-cü ildə ABŞ prezidenti James Monroe bir doktrina irəli sürür və bu doktrinaya görə Avropa dövlətlərinin Latın Amerikasında öz ağalıqlarını bərpa etmək istəyinə qarşı yönəlmişdi. Bu doktrina dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi ideyasını irəli sürür ki, yəni bir-birinin daxili işlərinə qarışmamaq tələbi qoyurdu. Bu Monroe doktrinası Amerika qitəsində ABŞ-nin nüfuz dairəsini genişləndirməsinə imkan yaradırdı ki, yəni Qərb Şərqin işinə, Şərq də Qərbin işinə qarışmasın. Təbii ki, qitədə Amerika Birləşmiş Ştatlarının rəqibi, güclü bir dövlət yox idi. Ona görə də bu ABŞ-yə sərf edirdi bu sistem. Doktrina nə deməkdir? Siyasi ideoloji, hərbi təlim, konsepsiya, əsas nəzəriyyə və siyasi prinsip mənasına gəlir. Və 19-cu yüzilliyin əvvəllərindən ABŞ-yə çoxlu sayda əhali axın etməkdə idi. Onlar daha çox ölkənin şimal və qərbində məskunlaşırdılar. Protestant əhalinin çoxluq təşkil etdiyi şimal ərazilərində sənaye ticarət inkişaf etmişdi. Köləlik ləğv olunmuşdu. Baxın, hələ 19-cu yüzilliyin birinci yarısından köləlik şimal ştatlarında ləğv edilmişdi. Və qərb torpaqlarında yeni məskunlaşma kapitalizm üçün yeni imkanlar, geniş imkanlar açırdı. İndi şimalda kapitalizm inkişaf edir. Cənubda isə, Cənub ştatlarında əsasən əhali kənd təsərrüfatından məşğul olurdu. Katoliklər məskunlaşmışdı. Baxın, şimalda protestant, həmçinin şimalda kapitalizmi görürük. Cənub ştatlarında isə katolikləri görürük və həmçinin kənd təsərrüfatı inkişaf edirdi. Və burada kölə əməyindən istifadə olunurdu iri pambıq plantasiyalarında. Əsas təsərrüfat forması da elə plantasiyalar idi. Şimal ştatlarında köləlik ləğv olunsa da, cənub plantatorlar köləliyə, belə deyək, kölələrə qarşı bir irqi ayrı seçkilik edirdilər bu ərazidə. Və beləliklə hadisələrin kökündə iqtisadi fərqlər və irqi ayrı seçkilik dururdu. Bu həm şimal, həm cənub ştatları arasında. Quldarlığa olan münasibət nəticəsində demokratlar arasında yaranmış qarşıdurmadan istifadə edən respublikaçıların namizədi Abraham Lincoln prezident seçilir 1860-cı ildə və 1861-65-ci illər elə onun hakimiyyəti dövründə biz belə deyək, vətəndaş müharibəsini görürük. Bu Respublikaçılar Partiyası 1854-cü ildə yaranmışdı və Amerika Birləşmiş Ştatlarının əhalisi köləliyin ləğvinin tərəfdarları və əleyhdarları olmaqla iki düşərgəyə bölünmüşlər, iki belə deyək, rəqib tərəfə bölünmüşlər və köləliyin ləğvinin tərəfdarlarının birləşdiyi mərkəz rolunu oynayan isə elə bu Respublikaçılar Partiyası
olmuşdu və onun prezident seçilməsindən Cənub Ştatları böyük həyəcanla qarşılayırlar bu hadisəni. O vəzifəsinin icrasına başlamamış, Cənub Ştatları ABŞ-dən ayrıldıqlarını və özlərini konfederasiya adlandıraraq yeni bir dövlət yaratdıqlarını elan edirlər və bir sıra ərazilər ələ keçirirlər. Avram Lincoln isə bunu təbii ki, qiyam kimi qiymətləndirir. Ona görə də müharibə başlayır. Şimal ştatlarından Cənub ştatları arasında 1861-65-ci illəri əhatə edən vətəndaş müharibəsi başlayır. Yeri gəlmişkən, vətəndaş müharibəsinin mövcud olmasını biz qədim Romada görmüşdük. Pompey ilə Sezar arasında. Və yeri gəlmişkən, vətəndaş müharibəsinin baş verməsini biz qədim Romada görmüşdük. Pompey ilə Sezar arasında başlamışdı. Bundan əlavə 20-ci əsrin 10-cu illərində Rusiya tarixinə aid vətəndaş müharibəsi, 20-ci əsrin 30-cu illəri, yəni 36-39-cu illər İspaniya tarixinə aiddir. 17-ci əsrin 40-cı illərində İngiltərə tarixində vətəndaş müharibəsi baş vermişdi. Yəni bunlar oxşar cəhət kimi testdə qarşımıza çıxa bilər. Və vətəndaş müharibəsinin başlanğıcından komandanlığın təcrübəsiz generalların əlində olması və ABŞ-nin qüvvələrini məğlubiyyətə uğradır, belə deyək, konfederasiyanın qoşunları və 1862-ci ildə may ayında Homestedlər haqqında qanun qəbul edilir və Homestedlər haqqında qanunun mahiyyəti nədən ibarətdir? Qanunun mahiyyətinə görə torpaq becərmək istəyən hər Amerikalı cüzi haqq ödəməklə 65 hektar torpaq sahəsi ala bilərdi. Amma bir şərt var idi ki, səmərəli şəkildə istifadə etməli idi və bir də burada kölə əməyindən istifadə olunmaması şərti qoyulurdu. Homestead sözünün mənası isə boş yer, torpaq sahəsi deməkdir. Prezident 1862-ci ildə həmçinin azad olunma haqqında bəyannamə imzalayır. Yanvar ayından etibarən, növbəti ilin yanvar ayı, yəni 1863-cü ilin yanvar ayından etibarən isə köləlik ləğv olunurdu. ABŞ hökuməti tərəfindən atılan bu liberal addımlar isə müharibənin taleyinə təsir göstərir ki, Şimal ştatları artıq güclənir, tərəfdarlarının sayı daha da çoxalır və müharibədə qalib gəlirlər. 1865-ci ildə Şimal ştatlarının qələbəsindən başa çatır, ABŞ-nin bütünlüyü, bütövlüyü bərpa olunur. Və vətəndaş müharibəsi bitdikdən bir neçə gün sonra Lincoln teatr salonunda sui-qəsd nəticəsində öldürülür. Aktyordur, səhnədən enir və ona yaxınlaşır. O isə elə bilir ki, bu səhnəcin bir hissəsidir, amma həmin aktyor ona sui-qəsd edir, yaxın məsafədən atəş açır və Avram Lincolnu öldürür. ABŞ Konqresi vətəndaş müharibəsindən sonra 1866-cı ildə Konstitusiyaya yeni əlavə qəbul edir və bütün ölkə ərazisində köləliyin ləğvi ilə əlaqədar olaraq qaradərlilərə mülki və siyasi hüquqlar verilir, amma bu da ki, təbii ki, həyata keçirilmir. Müharibədən sonra iqtisadi cəhətdən sürətlə inkişaf etməyə başlayan ABŞ-nin sərhədləri yenidən genişlənirdi və 19-cu yüzilliyin ikinci yarısında ərazisinin genişləndirməsini biz Rusiya tarixindən İngiltərə tarixinin oxşar cəhəti kimi götürə bilərik. Həmçinin İngiltərə tarixinin oxşar cəhəti kimi götürə bilərik. Belə ki, 19-cu əsrin ortalarında elə məsələn elə ikinci yarısında da Rusiya Qazaxıstan və Mərkəzi Asiyanı işğal etmişdi, yadınızdadsa. Eləcə də İngiltərədə yenə Hindistanın müstəmləkəsinə çevirirdi 19-cu əsrin ikinci yarısında. Və həmçinin Rusiyadan alınan zəngin xam mal ehtiyatına malik Alyaska ərazisi də 1867-ci ildə oldu. Bunu da xəritə üzərində göstərdik ilini.
Və 1867-ci ildə Alyaskanın ABŞ-yə satılmasını bayaq qeyd etdik. Burada isə mənbədə izah olunur səbəbi. Belə ki, Alyaska yarımadası 18-ci yüzilliyin ikinci yarısından etibarən Rusiyanın ərazilərinə daxil idi və Rusiya İngiltərə müstəmləkəsi olan Kanada ilə birbaşa sərhəd qonşusu idi. Rusiya isə İngiltərənin Ön Asiya və Uzaq Şərq uğrunda mübarizə aparırdı. Krım müharibəsindən sonra bu rəqabət daha da güclənir və Kanada vasitəsilə Alyaskadan keçərək Rusiyaya hücum törədəcəyi hakim dairələri narahat eləyirdi və beləliklə də təhlükənin qarşısını almaq üçün Alyaskanı ABŞ-yə satmağa qərar verirlər. Rusiya birbaşa İngiltərə ilə sərhəd qonşusu olmaqdan canını qurtarırdı. Bir növ bufer zona deyək, rolunu oynamalı idi Alyaska, amma Rusiya bilmirdi ki, yağışdan çıxıb yağmura düşəcək və İngiltərədən də güclü bir rəqibə çevriləcək gələcəkdə ABŞ onun üçün və nəticədə yeraltı və yerüstü sərvətli, yeraltı sərvətlər deyək, yerüstü deməyək, çünki həmin ərazilər daha çox buzla örtülüdür bu çox hissəsi və yeraltı təbii sərvətlərindən zəngin olan strateji bir ərazi Alyaska yarımadası 7,2 milyon dollara Rusiyadan satın alır ABŞ və bu hadisə Rusiyanın tarixində rüsvayçı bir hadisə kimi tarixdə qalır. 1900-1903-cü illərdə dünya iqtisadi böhranı baş verir və bu zaman ABŞ hökuməti də böhrandan çıxmaq üçün müxtəlif tədbirlər görür və bu dövrdə islahatlar xəttinin ən görkəmli nümayəndələri isə olmuşdu. 1901-ci ildə prezident vəzifəsini icra edən Theodore Roosevelt olmuşdu. O inhisarlar əleyhinə qanunlar qəbul edir, onun fəaliyyətinə aiddir və bir də Woodrow Wilson olmuşdu. Və Roosevelt prezidentliyi dövründə ölkənin xarici siyasətində əhəmiyyətli dəyişikliklər baş verir. Belə ki, 20-ci yüzilliyin əvvəllərinədək ABŞ xarici siyasətdə əsasən təcridçilik siyasəti yeridiyi halda bu dövrdə Rooseveltin prezidentliyi dövründə ümumdünya siyasətinə can atır və ABŞ söz sahibi olmaq istəyir. Ümumdünya siyasətində, həmçinin Latın Amerikasında Avropa dövlətlərinin sıxışdırıb çıxarılması və Çində və digər Asiya ölkələrində ABŞ-nin mövqeyinin möhkəmləndirilməsi, həmçinin hətta Avropada da nüfuzunun yüksəldilməsindən ümumdünya ağalığını təmin etmək siyasəti yeritməyə başlayır və bu siyasəti davam etdirən 1912-ci ildə prezident seçilən Woodrow Wilson olur. O isə yenə trestlər əleyhinə qanunlar qəbul edir, gömrük, bank işi, maliyyə sahəsində əsaslı islahatlar keçirir və sənayedə inhisarlar üzərində dövlət nəzarəti gücləndirilir. Nəticədə də azad rəqabət mühiti yaxşılaşdırılır. Və 20-ci yüzilliyin əvvəllərində ABŞ yeni yüzilliyə elmi-texniki nailiyyətlərin geniş tətbiq edilməsindən başlayır və iqtisadi inkişaf dövrünə qədəm qoyur. Sənaye istehsalının həcminə görə dünyada birinci yerə çıxır. Yeni sənaye sahələri inkişaf edir, amma inhisar birlikləri və trestlər də yaranırdı. Bu da mənfi halı idi əslində. İnhisar nədir? İnhisar istehsal, satış və xarici ticarətdə müstəsna hüquqa malik olmaq deməkdir. Trest isə tərkibinə daxil olan müəssisələrin istehsal, satış və hüquqi müstəqilliklərini itirdikləri inhisar forması idi və ilk trestin sahibi də John Rockefeller olmuşdu. Onun yaratdığı Standard Oil tresti isə 20-ci yüzilliyin əvvəllərində ən böyük neft inhisarlarından birinə çevrilmişdi. Theodore Rooseveltin siyasəti adlanır böyük dəyənək siyasəti. Latın Amerikasında söz sahibi olmaqla bağlı idi bu. Böyük dəyənək siyasəti həm də Ronald Reaganın dövrünə aiddir, prezidentliyi dövrünə oxşar cəhət kimi götürülə bilər. Və Woodrow Wilson hakimiyyət dövrü isə yeni demokratiya dövrü adlanır. Belə, bugünkü dərs izahımız bu qədər. Növbəti dərslərdə görüşənədək.